Bugünə qədər qazandığınız uğurların içində karyeranızda dönüş nöqtəsi yaradan xüsusi bir hadisə varmı? Mən 2013-cü ildən bəri fəaliyyətdəyəm, opera vokal sahəsi üzrə və mənim ilk uğurum elə mənim bugünkü solo konsertimdir. Artıq neçə illərdir bu sahədəyəm, əziyyət çəkirəm, müxtəlif bəstəkarların repertuarlarına müraciət edirəm və çox şükürlər olsun ki, Azərbaycan Milli Konservatoriyasının 4-cü kursunda təhsil alıram. İctimai fəaliyyətimlə hər zaman seçilmişəm, könüllü fəaliyyətlərimlə bir daha sizə təşəkkürlərimi bildirirəm, var olasınız. Və ən böyük uğurum elə mənim bu solo konsertimdir ki, mən burada hesabat xarakterli bir konsert verdim. Neçə illərdir qazandığım uğurlarım, çəkdiyim zəhmətlərin hər birini belə deyərdim, bu konsert bəhrəsi oldu. 13-14 yaşlarınızdan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində fəal üzv olduğunuz qeyd olundu. Buranın üzvü olmaq sizə nələri qazandırdı? Bəli, bilirsiniz ki, mən 2017-ci ildən bəri Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzində bir çox konsertlərdə iştirak etmişəm, bir çox müsabiqələrdə olmuşam və onu qeyd edə bilərəm ki, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzində mən çox Azərbaycanımızın önünə gedən sənətkarları ilə tanış oldum. Flora Xəlilzadə, Flora Kərimova, bizim dəyərli tarzlarımız, Allah ona rəhmət eləsin, Ramiz Quliyev, gözəl insanlarla tanış oldum. Bu mənim üçün onlardan halallıq aldım, onlar mənim səsimi dinlədilər və mənim üçün böyük bir uğurdur bunlar ki, mən bu təşkilatda bu dəyərli insanları qazandım. Rəhmə xanım, salamlar. Salam, hər vaxtınız xeyir. Çox sağ olun. Tələbəniz Altun Süleymanov haqqında fikirlərinizi bizimlə bölüşə bilərsiniz, zəhmət olmasa. Deməli, mən Altunu Azərbaycan Milli Konservatoriyasında tanıyıram. Mən özüm orada Milli Vokal Kafedrasının konsert meistri kimi fəaliyyət göstərirəm. Altun bizim kafedramızda 4-cü kurs tələbəsidir. Çox istedadlı, çalışkan, öz üzərində daima çalışan, özünü səhnələrdə həmişə görən və hər zaman inkişafa doğru gedən bir vokal ifaçı tələbələrimizdən biridir. Mən ona bu həyat yolunda uğurlar arzu edirəm. Bugün biz onun solo konsertində mən, Rəhimə xanım Qurbanova onu müşahidə elədim. Azərbaycan və xarici Avropa bəstəkarlarının əsərlərini biz bir yerdə bugün repertuarımızı təqdim elədik tamaşaçılara. Güman edirəm ki, hamının xoşuna gəldi.